Yenə də canım olsa onu vətənə qurban edərdim deyən qəhrəman şəhidimiz İlməddin Bədəlovun bu günlərim doğum günüdür. Qəhrəman şəhidimiz 6 mart 2000-ci ildə Füzulinin Kərimbəyli kəndində anadan olmuşdur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə qatılan Elməddin döyüşün ilk günlərində cəbhə bölgəsində böyük qəhrəmanlıq göstərmişdir. O ilk öncə Füzulinin Berdinli kəndində 16 ermənini məhv edərək döyüş yoldaşları üçün yol açmışdır. Daha sonra Füzulinin Qaraxanbəyli istiqamətinə gedən şiddətli döyüşlərdə düşmənin ən çətin mövqeyini məhv edilməsində böyük qəhrəmanlıq göstərmişdir. O 29 sentyabr tarixində Füzuli istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Doğulub boybaşa çatdığı Füzulinin Kərimbəyli kəndində Şəhidlər Xiyabanında Füzulinin Kərimbəyli kəndində kənd qəbirstanlığında böyük izdihamla dəfn edilmişdir. Allah şəhidimizə rəhmət eləsin. Allah